Şəkərbura, paxlava, qoğal, badambura. Milli kulinariyamızda xüsusi yer tutan bu şirniyyatların hərəsi özündə bir rəmzi ehtiva edir. Qoğal günəşi, yəni istiliyi, şəkərbura forması ilə ayı, üzərindəki naxışlar isə bərəkət rəmzi olan sümbülün simvoludur. Bayram ərəfəsində bu dadlı nemətləri evdə bişirənlər də var, mağazalardan alanlar da. Evdə bişirməyin tərəfdarıyam, çünki bu bizim milli bayramımızdır. Yəni almağın tərəfdarı deyiləm. Dədə-babadan bu bir qaydadır. Bu bir qaydadır ki, bayramlarda, çərşənbələrdə evdən qoxu gəlməlidir. Bu belə olub da, belə görmüşük. Evdə bişirmək daha məqsədə uyğun sayılır. Son 2-3 ildən almağın tərəfdarıyam. Əvvəl düşünürdüm ki, daha ucuz ləvazimatlar istifadə olunur alınanda. Amma yəni kilosunu əgər baha qiymət alırsansa, zaten ləvazimat alıb evdə bişirəndə də eyni şey elədiyi üçün son 2-3 ildir ki, alırıq ancaq. Süfrələrimizi bəzəyən şirniyyatların satıldığı mağazalarda hazırda canlanma müşahidə edilir. Müştərilərə qozdan, badamdan, fındıqdan, hətta küncütdən hazırlanan bayram şirniyyatları təklif olunur. Qiymətləri isə bişirilərkən istifadə edilən ərzaqlara görə dəyişir. Paxlava məsəl üçün deyək ki, 10 manatdan 80 manat arasında dəyişir. Şəkərbura 50 qəpikdən 3 manat arasında dəyişir. Məsəl üçün, qoğal 50 qəpikdən 2 manat arasında dəyişir. Kakoslu, fındıqlı, badam, qoz, antif fısığıyla, şokoladlı, yəni bu var. Ümumiyyətlə, cevizlərdən ibarət olan çox çeşidli paxlavalar var. 15 manatdan 80 manata qədər dəyişir. Bu şərq şirniyyatları xonçalarda elə qədim zamanlardan yer alıb. Dadlı təamları evdə bişirməyin isə müxtəlif mənaları vardı. Nənələrimiz, analarımız və ya ilə qonum-qonşu, qohum-əqraba bir yerə toplaşmaqla birlik, bərabərlik, həmrəylik nümayiş etdirər, Novruz şirniyyatlarını bişirib öz aralarında bölüşərdilər. İnsanın onu öz evində hazırlamasının simvolik mənası ondan ibarət edici, insanın evə bağlılığını artırırdı. Yəni evdən o şirniyyat ətri, şirniyyat qoxusunun gəlməsi o evin belə deyək də yanar ocaq ifadəsi var. Yəni ocaq həmişə yanar olsun, bizim əski deyimimiz kimi istifadə olunur. Yəni ocaqda işığın yanması, ocağın olması və yaxud şirniyyatın bişirilməsi o ocağın müqəddəsliyini, o ocağın daimiliyini göstərən bir simvolik işarə edir. Əvvəllər bu şirniyyatlar adətən bayrama qədər hazırlanardı. Belə ki, hər il axır çərşənbə günü bir şirniyyat bişirilər və Novruz bayramında xonçalara düzülüb süfrələri bəzəyərdi. Müəyyən səbəblərə görə bişirə bilməyənlərə isə bayram payı göndərilərdi. Aydan Əliyeva, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.